Bakı Dövlət Universitetində 28 may Respublika Günü münasibətilə təntənəli mərasim keçirilib. 28 may Respublika Günü ərəfəsində ölkənin qocaman ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin Tarix Muzeyinin yeni formatda açılışı oldu. Mərasimdə qeyd edildi ki, bu muzey tələbələri universitetin keçdiyi tarixi inkişaf yolu ilə tanış etmək üçün gözəl vasitədir. Muzeyin ekspozisiyalarında görkəmli ictimai-siyasi xadimlər, elm adamları haqqında sənədlər, fotomateriallar yer alıb. Sonra Respublika Günü münasibəti ilə universitetin aks zalında təntənəli mərasim keçirildi. Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abelə Məhərrəmov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən, onun 23 aydan sonra süquta uğramasının səbəblərindən danışdı. Bildirdi ki, 20-ci əsrin əvvəlləri Azərbaycan xalqının həyatında böyük mübarizələrlə yadda qalıb. 1991-ci ilin 18 oktyabrında isə yenidən əldə olunan müstəqilliyimiz bu mübarizələrin məntiqi nəticəsidir. Xalqın böyük oğlu ümumilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan parçalanmaqdan xilas oldu. Dahi dövlət xadimi müstəqil Azərbaycan dövlətinin yaranmasında, möhkəmlənməsində və dünyaya tanınmasında misilsiz tarixi xidmətləri ilə xalqın yaddaşında silinməz iz salıb. Tədbir Bakı Dövlət Universitetinin tələbələrinin hazırladığı ədəbi bədii kompozisiya ilə davam etdi. Ali Təhsil Ocağının rəqs ansamblının çıxışı maraqla qarşılandı. Günel Habil qızı, Zaur Ağamir, xəbərlər.